Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bildiyiniz kimi bugün 11-ci siniflərin buraxılış imtahanı keçirilmişdir. Biz də bugün buraxılış imtahanının suallarını izah edəcəyik. Başlayaq suallardan vaxt itirmədən. Məndə B variantının suallarıdır. 31-ci sualda deyir ki, tərzi hərəkət zərfinin təsvirlənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Təsvirlənməyən feil dedikdə bilirik ki, məsdər, feili sifət və feili bağlama nəzərdə tutulur. Birinci nümunədə verilib. Tamamilə xəbərsiz idi ki, necə gəliblər. Burada təsvirlənməyən feil işlənməmişdir. Ona görə birinci nümunəni atırıq. İkinci nümunədə belə danışmağın heç bir əsası yoxdur. Burada təsvirlənməyən feilimiz danışmağın sözüdür. Amma burada tərzi hərəkət zərfi işlənməmişdir. Belə sözü orada tərzi hərəkət zərfi yox, əvəzlik kimi işlənmişdir, işarə əvəzliyidir. Ona görə ikinci nümunəni də götürmürük. Üçüncü nümunədə onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Təsvirlənməyən feilimiz salamlaşıb sözüdür. Gülə-gülə sözü isə tərzi hərəkət zərfi yox, feili bağlamadır. Ona görə üçüncü nümunəni də götürmürük. Dördüncü nümunədə Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Burada təsvirlənməyən feilimiz döyüşdüyü sözüdür. Tərzi hərəkət zərfimiz isə çiyin-çiyinə sözüdür. Çiyin-çiyinə sözü də döyüşdüyü sözünə aid olduğuna görə götürə bilərik dördüncü nümunəni. Beşinci nümunədə öz uğurlarından iftixarla danışan Sədir indi susmuşdu. Burada təsvirlənməyən feilimiz danışan sözüdür, feili sifətdir. İftixarla sözü isə tərzi hərəkət zərfidir. Tərzi hərəkət zərfi də feili sifətə aid olduğuna görə bu nümunəni də götürə bilərik. Altıncı nümunədə isə deyir ki, dilucu təşəkkür edib çölə çıxdı. Burada da tərzi hərəkət zərfi dilucu sözüdür. Təsvirlənməyən feilimiz isə təşəkkür edib sözüdür, feili bağlamadır. Zərfimiz də feili bağlamaya aid olduğuna görə 6-cı nümunəni də götürə bilərik. Deməli, burada 4, 5 və 6-cı nümunəni götürürük. Daha sonra 32-ci sual. Belə bir cümlə verib, ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikirdir. A variantında yazılıb. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Birinci feillərimizi tapaq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar, qazandığı bizim feilimizdir. Amma burada qazandığı uğurlar əsas tərəf kimi yox, aslı tərəf kimi çıxış edib. Ona görə götürə bilmərik. B variantında quruluşca mürəkkəb, xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Burada quruluşca mürəkkəb olan feilimiz dəlalət etmək feilidir və dəlalət edir şəklində işlənib. İndiki zamanda olduğuna görə xəbər şəklindədir. Demişdik ki, əgər zaman şəkilçiləri varsa, xəbər şəklindədir feilimiz və xəbərin ifadə vasitəsidir. Dəlalət edir sözü deməli oldu mürəkkəb, xəbər şəklində, feili xəbər. Ona görə B variantını götürə bilərik. Daha sonra 33-cü sual. 2 nümunə verib və ona uyğun fikirləri tamamlamalıyıq. Birinci nümunədə yazır ki, gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Digər nümunədə isə qayıt, yerinə qoy ayı, günəşi, yenə olduğu tək görüm həyatı, qayıt, gözüm nuru, könlüm atəşi, qayıt, sahmana sal bu kainatı. Cədvəlin birinci xanasında yazıb ki, nümunələrin hər ikisinə aiddir, digərində isə nümunələrin yalnız birinə aiddir. Birinci hər ikisinə aid olanları seçək. Birinci nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Bunu götürə bilərik. Çünki birinci nümunədə gəncliyim, şərəfim, müqəddəratım nitq hissəsi ilə ifadə olunmuş həmcins üzvlərdir, həmcins mübtədalardır. İkincidə isə qayıt sözü həmcins xəbərdir, nitq hissəsi ilə ifadə olunub. Ayı, günəşi, bunlar da həmcins xəbərlər sayılır. Daha sonra ikincidə yazıb ki, baş üzvlərdən birinin həmcinsliyi var. Birinci nümunədə həmcins mübtəda, ikinci nümunədə isə həmcins xəbərlər var. Götürə bilərik ikini də, 1-2-ni götürdük. 3-də həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Birinci nümunədə əsas tərəfdir, çünki mübtəda xəbər uzlaşmasına mübtəda əsas tərəf kimi götürülürdü. Amma ikinci nümunədə isə götürə bilmərik. Ona görə üçüncü nümunəni götürmürük.
Dördüncü nümunədə artıq keçdi digər xanaya, nümunələrin yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcinsdir. Baxaq. Birinci nümunədə yalnız mübtədalar həmcinsdir. İkinci nümunədə isə həm xəbər, həm də tamamlıq həmcinsdir. Ona görə 4-ü götürə bilərik, yalnız birinə aiddir. 5-də həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Bu yanlışdır, çünki söz birləşməsi yox, nitq hissəsi ilə ifadə olunmuşdur. Həmcins mübtədalar götürmürük. 6-da isə həmcins tamamlıqlar işlənmişdir. Bu da yalnız birinə aiddir. İkinci nümunə ayı, günəşin. Digərində isə yalnız həmcins mübtədalar işlənmişdir. Deməli, burada da cavabımız 1, 2, 4 və 6 oldu. Daha sonra 34-cü sual. Klasteri tamamlaya bilməz. Uşaq canlı və açıq, aşkar. Birinci, bu sözlərin tələffüzünü yazaq. Fonetika bölməsinə aiddir. Uşaq canlı və açıq, aşkar. 3 cingiltili samit işlənmişdir. Şərtimizdə deyir ki, klasteri tamamlaya bilməz, yəni uyğun olmayanları götürməliyik. 3 cingiltili samit işlənmişdir. Baxaq, cingiltili samitlər 1, 2, 3, burada 1, 2 və 3. 3 dənə işlənib hər ikisində, ona görə biri götürmürük. İkincidə Q samitinin kar qarşılığı işlənmişdir. Birincidə X işlənib, amma ikincidə X işlənməyib. Ona görə ikinci nümunəni götürürük, çünki yalnız birinə aiddir, hər ikisinə aid deyil. Üçüncüdə açıq saitlərin sayı qapalı saitlərin sayından çoxdur. Burada A, 2 açıq saitimiz var. 1, 2 qapalı saitimiz var. Burada bərabərdir. Ona görə heç baxmağa ehtiyac da yoxdur digərinə, çünki yazmışdır ki, çoxdur. Ona görə 3'ü götürürük, uyğun deyil. 4'də deyilişi ilə yazılışı arasında 2 fərqli məqam var. Birinci fərqli məqamımız burada X, burada isə L hərfi olmuşdu, dəyişmişdi. İkincidə isə burada Q hərfi dəyişmişdi, burada da K hərfi dəyişmişdi. Hər ikisinə uyğundur, ona görə götürmürük, çünki bizdən uyğun olmayanı istəyir. 5'də yanaşı işlənən kar və cingiltili samitlər var. X, C, kar cingiltili, burada Ş, Y, kar cingiltili. Ona görə 5'i də götürmürük, hər ikisinə uyğundur. 6'da isə kar qarşılığı olan bir samit işlənmişdir. Baxaq, burada kar qarşılığı olan bir samit işlənib, C samiti düzdür. Burada isə kar qarşılığı olan 1 və 2 samit işlənmişdir. G və G samitləri. Ona görə 6'ını da götürürük, çünki ikisinə də uyğun deyil, yəni oxşar deyil. Bizdən də klasteri tamamlaya bilməyən fikirləri istəyirdi. Ona görə bizdə oldu 2, 3 və 6. Daha sonra 35-ci sual. Nümunə ilə bağlı yanlış fikir müəyyən edin. Bizə şeir verilib. Yerimək öyrətdin, tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı, balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. Yanlış fikri tapmalıyıq. Əvəzliyin bir məna növündən istifadə edilmişdir, düzgündür. 3-cü misrada yanlış şəxs əvəzindən istifadə olunmuşdur. B variantında yalnız qrammatik mənası olan bir söz işlənmişdir, bu da düzgündür. Yalnız gərək köməkçi nitq hissəsindən istifadə olunmuşdur, başqa köməkçi nitq hissəsi yoxdur. Burada bir məqam şagirdlərimizi çaşdıra bilər, hansı ki, öyrədincə sözündə C çaşdıra bilər şagirdləri. Burada C-ni biz ayrıca köməkçi nitq hissəsi kimi götürmürük, çünki bu incə şəkilçisinin tərkibindədir, fe'li bağlama şəkilçisidir. Yönlük halda işlənmiş sözü mənsubiyə şəkilçilidir. Yönlük halda işlənmiş sözümüz balana sözüdür, mənsubiyə şəkilçilidir, düzdür, sənin balına. D variantında ikinci misrada işlənmiş isimlər təsirlik haldadır. Aranı, dağı, düzdür, təsirlik haldadır, ikisi də isimdir. Y variantında təsriflənən fe'llərin hamısı xəbər şəklindədir. Baxaq, yerimək öyrətdin, dolaşdım, gərək öyrədəydin. Öyrətdin və dolaşdım xəbər şəklindədir, düzdür, amma öyrədəydin xəbər şəklində yox, arzu şəklindədir. Ona görə yanlış fikrimiz budur, Y variantı. Daha sonra 36-cı sual. Cərgələrdən birindəki sözlər bu sxemə uyğundur. Kök,
2 leksik şəkilci. Deməli, baxaq A variantına. Oxşarlıq və bərkit sözləri verilib bizə. Yazaq. Oxşarlıq və bərkit sözünü də buradan yazaq. Oxşamaq sözün köküdür. R leksik şəkilçimiz, L leksik şəkilçimiz. Bərkitmək sözündə isə bərk sözün kökü, E leksik, T leksik. Elə variantımız budur, A variantı. Daha sonra 37-ci sualda hansı cümlədə fe'li sifət tərkibi işlənib? A variantında ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Hansı qartal? Ahəstə süzən qartal. Ahəstə süzən burada fe'li sifət tərkibidir. Yalnızca süzən olsaydı artıq fe'li sifət olardı. Ona görə A variantımız düzgündür. 38-ci sualda uyğunsuzluğu müəyyən edin. Vasitəsiz nitqlə bağlı cümlədir. Cümlə verilib və onun sxemini tapmalıyıq və yanlış verilən sxemi tapmalıyıq. Birinci cümlədə yazır ki, mən buradayam, komandir, cəlb ediləndim, bura gələ bilərsinizmi? Sxemi də bu şəkildə verilib. Deməli, dırnaq açılır və mən buradayım, komandir, cəlb dinləndim, bura gələ bilərsinizmi? Sxemimizə uyğundur, düzdür. İkinci cümlədə isə bəli, dedi. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdi. Sxemi isə belə verilib. Birinci müəllifin nitqi, daha sonra vasitəsiz nitq verilib. Bu isə yanlışdır, çünki birinci bizdə vasitəsiz nitq gəlib, ona görə bu variantı götürə bilərik, yanlış verilib. 39-cu sualda biri mürəkkəb addır. Deməli, mürəkkəb ad dedikdə insan adları, soy adları, yer adları, əsər adları, bayram günləri, tarixi günlər və s. nəzərdə tutulurdu. Deməli, günə baxan mürəkkəb ad deyil və mürəkkəb adlar demişdik ki, söz birləşməsi şəklində olur və ayrı yazılır, böyük hərflə yazılır. Günə baxan mürəkkəb ad deyil, ədəbiyyat müəllimi deyil, Gülyaz deyil, Dəvəquşu deyil, Novruz bayramı mürəkkəb addır, düzgündür. Daha sonra sonuncu sual sintaktik təhlildir. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Bunu təhlil etməliyik. Deməli, xəbərimiz nə etdim? Aldım. Nəyi aldım? Şəhadətnaməmi tamamlıq. Nə zaman, haradan aldım? Gimnaziyadan aldım. Zərflik. Nə zaman aldım? Hərbi xidməti başa vurduqdan sonra, bu da zaman zərfliyi. Deməli, 2 zərflik, tamamlıq və xəbər işlənmişdir. Bugünkü suallarımız bu qədər. Hər birinizə uğurlar. İnşallah ki, hər biriniz yaxşı nəticələr əldə edərsiniz. Sağ olun.